Özünü təqdim et. Əsenli Ümid. Sürətli suallara cavab verməyə hazırsan? Bəli. Başlayaq. Bəli. Başladıq. Məhəmməd Füzulinin məşhur Həqiqəti Süəda əsəri hansı hadisədən bəhs edir? Kərbəla hadisəsindən. Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Vətən müharibəsi neçənci ildə baş vermişdi? 2020-ci ildə. Tovuz döyüşlərində ön cəbhədə vuruşaraq şəhid olan general-mayorun adı nədir? Polad Həşimov. 2010-cu ildə tək başına düşmən mövqelərini keçərək böyük igidlik göstərən milli qəhrəmanımız kimdir? Mübariz İbrahimov. Şuşa şəhəri hansı tarixdə işğaldan azad edilmişdir? 8 noyabr 2020-ci ildə. Azərbaycanın zəfər günü hansı tarixdə qeyd olunur? 8 noyabr. Azərbaycanda anım günü hansı tarixdə qeyd edilir? 27 sentyabr. Birinci Qarabağ müharibəsi təxminən hansı illəri əhatə etmişdir? 1988-1994-cü illəri. Azərbaycanın dövlət bayrağı neçə rəngdən ibarətdir? 3 rəngdən. Dövlət bayrağımızdakı yaşıl rəng nəyi ifadə edir? Yaşıl rəng din, İslam mədəniyyətini və mənəvi dəyərləri. Azərbaycan Dövlət Respublikasının dövlət himninin sözlərinin müəllifi kimdir? Əhməd Cavad. Azərbaycan Respublikasının dövlət himninin musiqisinin müəllifi kimdir? Zeyr Acbəyev. Çırpınırdım Qaradəniz şeirinin müəllifi kimdir? Əhməd Cavad. Şəhid sözü nəyi ifadə edir? Vətən, din və müqəddəs dəyərlər uğrunda canından keçən insana Azərbaycan Xalq Cümhuriyyəti hansı tarixdə elan edilmişdir? 28 may 1918-ci ildə. 28 may Azərbaycanda hansı bayram kimi qeyd olunur? Müstəqillik günü. 18 oktyabr Azərbaycanda hansı əlamətdar gün kimi qeyd olunur? Müstəqilliyin bərpası günü. Şuşa bəyannaməsi hansı iki qardaş ölkə arasında imzalanmışdı? Azərbaycan və Türkiyə. Vətən uğrunda döyüşərək sağlamlığını itirmiş döyüşçülərə, qəhrəmanlara nə deyilir? Qazi. Azərbaycanın gələcəyini kimlər quracaq? Elmli, imanlı, əxlaqlı və vətənpərvər gənclər. Məhəmməd Füzulinin əsərlərində ən çox hansı mövzular ön plana çıxır? Allah sevgisi və Peyğəmbər sevgisi və yüksək mənəviyyat. Nizami Gəncəvi əsərlərinə adətən necə başlayırdı? Allaha həmd və Peyğəmbərimizə salavatla. Klassik Azərbaycan şairləri əsərlərində Peyğəmbərimizə necə münasibət göstərmişlər? Böyük sevgi, hörmət və ehtiramla.